Salyanda 2 nəfər yanğın söndürəni avtomobil vurub. Hadisə Ələt-Astara yolunun Kürsəngi kəndindən keçən hissəsində qeydə alınıb. Doğru xəbər Azərbaycan bildirir ki, yanan yük avtomobilini söndürməyə gələn Fövqəladə Hallar Nazirliyinin Salyan yanğından mühafizə xidmətinin 2 əməkdaşını yoldan keçən minik avtomobili vurub. Hadisə nəticəsində yanğın söndürənlərdən biri 42 yaşlı Hakim Piriyev elə hadisə yerində ölüb, digər əməkdaş isə xəstəxanaya çatdırılıb. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, 21 fevral 2026-cı il tarixində saat 06:00 radələrində Bakı-Astara magistral yolunda avtomobildə baş vermiş yanğının söndürülməsi əməliyyatı zamanı xidməti vəzifələrini yerinə yetirərkən hərəkətdə olan yük avtomobilinin vurması nəticəsində Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan şəhəri yanğından mühafizə dəstəsinin əməkdaşı 1984-cü il təvəllüdlü Piriyev Hakim Şahlaroğlu həyatını itirib. Salyan rayon yanğından mühafizə hissəsinin əməkdaşı 1989-cu il təvəllüdlü Tağıyev Elşən İnsan Ağaoğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Tağıyevin həyati təhlükəsi yoxdur. Baş vermiş faktla bağlı aidiyyatı qurumlar tərəfindən araşdırma aparılır. Şəki şəhər sakini 1969-cu il təvəllüdlü Rəsul İsmailov iş zamanı qəfl halının pisləşməsi nəticəsində dünyasını dəyişib. Hadisə yerinə dərhal təcili tibb yardım briqadası çağırılıb və müayinə zamanı 57 yaşlı kişinin vəfat etdiyi müəyyən edilib. İlkin məlumata görə o, ürək tutmadan ölüb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Meyit müvafiq ekspertiza üçün aidiyyatı üzrə prosedurlardan keçirilib və ailəsinə təhvil verilib.